Qonaqlıq süfrələrinizə çox yaraşacaq bu ləvəngi ruletini əminəm ki, hər kəs çox bəyənəcək. 300 qram qoz ləpəsini blender və ya ət çəkən maşından keçirirəm. 3 ədəd orta boy qırmızı soğanı blenderdən keçirirəm. Tənzifin arasına yerləşdirib acı suyunu sıxıram. Qozu və soğanı bir qaba əlavə edirəm. Üzərinə duz, istiyot və 2 dolu yemək qaşığı turşu əzməsi əlavə edirəm. Turşu əzməsini ağız dadınıza və zövqünüzə görə seçə bilərsiniz. Mən göyəm turşusundan istifadə etdim. Tam tərkibli kütlə olana qədər qarışdırıram. Toyuq filesini videoda göründüyü qayda ilə kəsərək daha böyük forma verirəm. Ətrafa sıçramasın deyə üzərinə paket sərirəm. Daha nazik və geniş olmağı üçün mətbəx çəkici ilə döyəcləyirəm. Üzərinə duz, istiyot, paprika, turşu əlavə edib yayıram. Hazırladığım ləvəngidən bir miqdar götürüb arasına qoyuram və rulet formasında bükürəm. Tavaya duru yağ əlavə edirəm. Tam qızdıqdan sonra hazırladığım ruletləri tavaya düzürəm. Qapağını örtüb vamxodda suyu çəkilənə qədər bişirirəm. Suyu çəkildikdən sonra hər iki üzünü qızardıram. Bizim ailənin çox sevdiyi bu ləvəngi ruletini mən plovsuz heç vaxt hazırlamıram. Siz isə istədiyiniz hər hansı bir qarniri hazırlaya bilərsiniz. Ərzaqların tam miqdarını videonun alt bölməsində mütləq qeyd edəcəyim. Toyuqlu ləvəngi ruletini müxtəlif üsullarla hazırlayırlar. Mənim isə ən sevdiyim üsul budur. Hazırlayın, inanıram ki, çox bəyənəcəksiniz. Hələlik!